30. Klaviaturdan 135 ədəd daxil edilib. Deməli, A olacaq 135-i 10-a böləcəm 5. B olacaq 135-i 100-ə böləcəm tam hissə 1. C də olacaq 135-i 10-a böləcəm tam hissə 13. Onu da 10-a böləcəm, olacaq 3. A B-dən böyükdürmü? Bəli, 5 birdən böyükdür. O zaman n bərabərdir A, yəni 5 vurulsun 100, üstə gəlinsin C, yəni 3 vurulsun 10, üstə gəlinsin B, 1. Bu da bərabərdir. 531. 531. Cavab oldu 531. Yəni if ödəndiyi halda elifdir, elsidir, buna baxmırıq. Cavab oldu 531. Klaviaturadan 40 və 5 ədəd, mənfi 5 ədədlər daxil olunub. ABC A 40 böyükdürmü ondan? Bəli, böyükdür. ABC A kiçikdirmi 100-dən? 40 kiçikdirmi 100-dən? O da bəli. O zaman A ödəndi. A-nı 10-a böləndə 5-dən, tam hissə 5-dən böyük olurmu? A 40-dır. 40-ı 10-a böləndə 4 olar. O da 5-dən böyük deyil. Yox. O zaman düşdüm LC-yə. A-nı vurdum 5-ə. A 40-da axı. 5-ə vuranda edir 200. A 100-dən böyükdürmü? Bəli, 200 100-dən böyükdür. Ödür. O zaman A-nı böl 2-yə. B bərabərdir. A-nı 2-yə böləndə 200-ü 2-yə böləndə tam hissə düşər 100. B oldu 100. B-nin üstünə də 10 gəl. 100-ün üstünə gəl 10-u. Elədi 110. Cavab oldu 110. B variantı, amma burada bir şey mənə aydın olmadı ki, burada A onsuz da müsbət idi də. Niyə görə burada ABC yazırıq A-nın qarşısında? Mütləq onsuz da müsbət daxil. B-nin qarşısına yazılmaq məqsədə uyğunlar. 13 ədədi daxil edilib. 13-ü 10-a böləndə 13 ondan böyükdürmü? Bəli. Bəs 13-ü 2-yə böləndə qalıq 0 edirmi? Xeyr. Ənd olduğuna görə, şərtin biri ödənmədiyinə görə ödənməmiş sayılır. Küçdüyüm elifə. 13-ü 5-ə böləndə qalıq 1-dən çoxdurmu? Böyükdürmü? 13-ü 5-ə böləndə qalıq 3 düşər. Düzdürmü? O da 1-dən böyükdür. Bəli. O zaman neyinə? A-nı 2-yə vur. Yəni A-mız da 13-dür. 13-ü 2-yə vurdum. Elədi 26. Aha. Bu elifə baxmadım, elifə baxmadım, elsiyə baxmadım. Sərbəst A-nı da vurdum 2-yə, çap elədim. 26-nı vurdum 2-yə, elədi 52. Cavab oldu. D variantı 52. A 15 sətirdir, B də sətirdir. Int A böyükdürmü int B-dən? 15 böyükdürmü 5-dən? Bəli. O zaman A ilə B-ni topla çap elə. Burada int olmadığına görə bunu sətir kimi toplayıb çap edir. Sətir kimi toplayanda bunlar yan-yana çap olunacaq. Cavab olacaq 155. 155 B variantı. A 7, x 7'dir. Y bərabərdir. 7 minus 2 edir 5. X 7'dir. 7 üstə gəlsin 3 vurulsun y. 3 vurulsun 5 15. X oldu 22. S bərabərdir. X-in üstünə y gəl. Yəni 22-nin üstünə gəl 5-i. Eləsin 27. X 30-dan kiçikdirmi? 22 30-dan kiçikdir. Bəli, şərt ödənir. O zaman y-in üstünə də 5 gəl. Y də 5 idi. Üstünə də 5 gələndə elədi 10. Y 10-dan kiçikdirmi? Xeyr. Y ilə 10-un özünə bərabərdir. O zaman LC-yə keç. S-in üstünə 3 gəl. S-miz də bizim nə almışdıq? 27 almışdıq. Düzdür? 27-nin də üstünə 3 gələndə S olar 30. Və burada sərbəst həddimiz var. 30-un da üstünə 5 gələcək. Bu da eləyəcək 35. Cavab oldu C variantı. Aydındır. Yazılmış kodun nəticəsini müəyyən edin. Deməli, burada A 55-dir. F 55 ilə başladıq. X bərabərdir, STR X, yəni dırnaq içində 55.
For in x o deməkdir ki, i əvvəlcə 5 alacaq və s bərabərdir s-in üstünə, sıfırın üstünə int i. Budurların içində 5 də 5 gələcək, eləyəcək 5. Sonra i yenə 5 alacaq, 50, s ilə bərabərdir. 5-in üstünə də 5 gələcək, eləyəcək 10. Elədi 10. A sıfırdan böyükdürmü? Hə. O zaman A-dan, yəni 55-dən 55-dən çıxacam F-A-nı. F-A 10 tapdım axı. Elədi 45. M-in də üstünə 1 gələcəm. M də 0 idi. Üstünə 1 gəldim. Elədi 1. Bu dəfə gətirib bura 45 qoyacam. F45-i hesablayaq. F45-i hesablayanda biz artıq F55-i hesablayanda gördük ki, bu rəqəmləri cəmlədir də 5-5 olacaq. Onda burada da 4-5-9 eləyəcək. Onda da 9 elədi. Sonra gəldim burada 45-dən çıxacam 9-u. A-mız olacaq 36, M də olacaq 2. Sonra F36-nı hesablayacağım. 36 qoyacağım. 36 olanda yenə rəqəmləri cəmi 9 olacaq. Burada da bizim A'mız nədir bizim? A'mız bizim 36-dır. A bərabərdir. 36-dan da çıxacam 9-u, qaldı 27-si. M bərabər olacaq 3. Sonra F27-ni hesablayaq. F27-də S olacaq yenə 9 rəqəmləri cəmi. A'mız nədir bizim? 27-dir. Düzdürmü? 27-dən çıxacam 9-u. 27-dən 9 çıxsam nə qalar? 27-dən 7 çıxanda 20 qalır. 8. 8. 18. Bu dəfə də gəlib burada F18-i hesablayacağım. Yenə də S bərabər olacaq 9-a rəqəmləri cəmi. A da bərabərdir. 18-dən çıxacam 9-u. Qalacaq 9-unu. M-i də bir vahid artıracağım. M də oldu. Burada artırmamışdım deyəsən. M olmuşdu burada 4. Burada M oldu 5. Sonra F9-u hesablayacağım. F9-da deməli S olacaq 9. A da bərabərdir. 9-dan 9 çıxacam qalacaq 0. 0 da 0-dan böyük olmadığına görə M-i çap elə M oldu 5. M oldu 5. Uyğun olaraq 7, 1, 3 qiymətini qoydum. Deməli, N-in yerinə 7, A-nın yerinə 1, B-nin yerinə 3 qoydum. A B-dən böyükdürmü? Yəni 1 böyükdürmü 3-dən? Düzdür? N-in yerinə 7, bu A N-dir. Belə yazaq da, bu A-dır, bu da B-dir. Hə. Deməli, deyir ki, A B-dən böyükdürmü? Yox. 1 3-dən böyükdürmü? Yox. Gerisinə baxmıram, çünki əhddə də zaten onsuz da bir dənə nəfər səhv eləmişimsə mənə bağışlamayacaq. Düşürəm elsiyə. A B-dən böyükdürmü? Yox. A B-dən böyük deyil. Bəs A N-dən böyükdürmü? N-im nədir bizim? N-im 7. A B-dən 7. böyük deyilsə N-dən də böyük deyil. Düşdüm elsiyə. A ilə B-ni topladım. Vurdum N-ə. 1 ilə 3-ü topladım. Elədi 4. Onu da vurdum 7-yə. Bu da elədi 28. Cavab oldu 28. A variantı. Yox, bir dəqiqə 28. C İmtahana variantı. 28. İmtahana belə şey yaxşıdır, amma 35 çox çətindir. Razım müəllim, bu 35-i bir də başa Mənim sala bilərsiniz. 35-də bir Mən vahid baxmadım. artırmadınız Emi. Siz deyəsən 5 6 olmalıdır 6 orada. olmalıdır. Baxar. Hə. 28 Aha. oldu. Ondan sonra if ödəndisə hədə if ödəndi də və Şurada mənim cavabım 28-dir. 35-ə baxaq görək hələ. Artırmadıq. Razım müəllim, bu bir də başa Sonda sala F9'da bilərsiniz. artırmalıyız bir vahid oldu Artırmadım. 6. Ha, düzdür. Sağ ol. Müəllimə, bu def funksiyası da aşağıdan qoyuruq qiymətləri yuxarı bir-bir yaza-yaza gedirik. Deməli deməli nə verib? 55 verib. 55-i qoyuram x-in yerinə. Olur F55-i tapıram. F55 də
Sizlə axı müəlliməm, mən o qrupda keçməmişəm defi, ona görə sizə çətin gəlir də. Yox, keçmişik. Biz defi Defi keçmişik. keçmişik. F hə keçmişik. Keçmişik. F55. X-in yerinə onda 55 qoyanda X bərabərdir dırnaq içində 55 olur sətir formasında. Foreign X-ə görə I əvvəlcə 5 olacaq, sonra 5 olacaq. I 5 olanda S bərabərdir S0-ın üstünə 5 gələcək, eləyəcək 5. Sonra I yenə 5 olacaq. Bu birisi 5 alacaq da. S-in üstünə, yəni 5-in üstünə 5 gələcək, eləyəcək 10. F55 oldu 10. Sırf gəlir aşağı A-dan F-anı çıxacaq. Yəni F55-i çıxacaq. A-dan A-nın qiyməti 55-dir mənim. 55-dən çıxacaq nəyi? 10-u. 55-dən bir dəfə 10-u çıxır. Eləyir 45. Və hər dəfə çıxanda M-i bir vahid artırır. M olur 1. Sonra 40, burada görürsünüzmü? Onu necə aldıq? Rəqəmləri cəmlədi. 5 ilə 5-i cəmlədi. Deməli 45-də də 4 ilə 5-i cəmləyəcək, 9 eləyəcək. Sonra 45-dən təzədən 9-u çıxacaq, qalacaq 36. Yenə M-i bir vahid artıracaq, 2 olacaq. Sonra 36-dan da deməli o 36 rəqəmlərin cəmi çıxacaq, 9 çıxacaq. 36-dan da 9 çıxanda nə qalar? Neçə qaldı? 27. Hər dəfə rəqəmlərin cəmi qədər çıxacaq. Və hər çıxanda M-i bir vahid artırır, M oldu 3. Sonra 27-dən də 22, 7 bu rəqəmlərin cəmi çıxacaq. 27-dən də çıxacaq nəyi? 9-u. Düzdürmü? 27-dən 9-un çıxanda qalır 18. Və M-i yenə bir vahid artıracaq, M olacaq 4. Sonra 18-dən də çıxacaq rəqəmlərin cəmi 18 1 8 9-dur da 9 eləyəcək 9. M-i bir vahid artıracaq 5 olacaq. Sonra 9-dan da çıxacaq rəqəmi bir dənə daxil 9-un özünü 0 bir vahid artıracaq 6 olacaq. Və şərt A sıfırdan böyükdürmü? Artıq 0 sıfırdan böyük deyil dayandı. Print M oldu 6. Hər dəfə rəqəmlərin cəmi qədər çıxacaq da mənim. Bu formada gedəcək. 37. N-in yerinə 5 qoyacaq. A-nın yerinə 8. B-nin də yerinə 4. A B-dən böyütürmü? 8 4-dən böyütür. Bəli. Bəs A N-dən də böyütürmü? Bəli. Ödəndi. O zaman A üstə gəlinsin. Yəni 8 üstə gəlinsin. B vurulsun N. 20. 20. 28 çap olundu. Amma iflərdə budur ki, ifdən sonra elif və ya elsə gəlsəydi baxmazdı. İfdən sonra if varsa ödəm baxmalıdır. A B-dən böyükdürmü? A-mız bizim 8-dir. Hə, böyükdür. Olursa artıq baxmıram gerisinə. A-nı N-ə vuracam. A-mız 8-dir. N-imiz 5-dir. Vurdum elədi 40. Üstünə də B gəldim. 4 gəldim. Elədi 44. Deməli 44-ü çap elədi. Deməli nəyi çap elədi? Birinci printə görə 28-i, ikinci printə görə 44-ü. 28, 44 hardadır? C variantı. Aydındırmı? Klaviaturadan uyğun olaraq 2, 4, 1 ədədləri daxil edilərsə. N-in yerinə 2, 4-ün A-nın yerinə 4, burada 1 qoydum. A B-dən böyükdürmü? A buydu da, hə, ikinci A idi. 4 böyükdürmü B-dən? Hə. Bəs A N-dən də böyükdürmü? O da böyükdür, hə. O zaman neynəsin? B-ni vursun N-ə. Deməli, 1-i vursun 2-yə. 2 üstünə də A gəlsin. A-da 4 taxır. Elədi 6. 6-nı çap elədi. A B-dən böyükdürmü? A-mız 4-dür, böyükdür. Ordursa digərlərə baxmadım. Bu eləməmişdi elə. Buna uyğun nəsə gəlmişdi axı. A-nı N-ə vursun. Vursun. 4-ü 2-yə vursun 8. Üstünə də B gəlsin. 1 gəlsin, eləsin 9. 6 və 9. 6 və 9 hardadır? Bəndə. Evet. 39.
Deməli, A 5-dir, B 3-dür. C bərabərdir A-nın kvadratı. Yəni 25 5'in. 25 minus 9 49. 16. Amma kök altında olacaq da bu. 4. 40. Buna da çıxdı 4. Bəli. Ay sağ ol. 4,0 çıxdı. Deyir C 5-dən böyük bərabərdirmi? Xeyr. Düşdüm elsiyə. C 3-dən kiçik bərabərdirmi? O da xeyr. Kiçikdir. Onda L kiçik deyil, axı 4 3-dən kiçik bərabər deyil. O zaman LC-yə düşəcək, -1-i çap eləyəcək. -1. O hardadır -1? E variantı. Değerli. Bəli. Python dilində yazılmış proqramın nəticəsi müəyyən edin. A2, B7. A-nı B-yə böləndə qalıq 0-dan fərqli eləyər, bəli. 2-ni 7-yə böləndə qalıq elə 2 eləyər. O zaman A-nı çap elə. Elədim. Bu LC olmayacaq. Düşdüm ifə. A, B cəmi 5-ə bərabərdirmi? Xeyr, 9 5-ə bərabər deyil. Düşdüm LC-yə, D-ni çap elə. Oldu AD. Və end olduğuna görə yan-yana. Olmasaydı mənlər 6-6 olardı. Hı hı. Çox maraqlı bir sual. Bəli? Endi neyim ki? Yan-yana düzür. Bəli, müəllimə, bəli. End son deməkdir. Yəni sonuna əlavə elə. Eğer endi içinde ters slash n olsa orada alt alta düzürdü. Enin içində Endi tərs içi boş olsa yan yana slash n düzür. olsa, bəli, alt-alta düzür. Slash-in yeni sətirdən yaz. Ha, end boş olsa yan-yana düşür. Ha. Deməli, burada x və y-lər üçün. Deməli, burada x-in aldığı qiymət deməli 20-dən 50-yə qədər özlərində alır. Y-in aldığı qiymət isə 50-dən 150-yə qədər olur. Bizə də deyir ki, şərtlər Python dilində yazılmış proqramın hansı nəticəni heç vaxt verməz. İndi biz x-a minus 50 qoya bilərik, maksimum minus 20, minimum 20, maksimum 50 qoya bilərik. 20, 21, 22, padloku 50-yə qədər. Y-ə də 50-dən başlayaraq 150-yə qədər qoya bilərik. İndi deyir ki, birincidə x 0-dan böyükdürmü? Bəli. X çünki ən aşağısı 20 qoysam o da 0-dan böyükdür. Şərt ödəndirsə, bunun LC-si var ha. Bu LC-yə baxmıram. İçəridəyəm. X 75-dən kiçik bərabərdirmi? Bəli. Çünki x-ə maksimum 50 qoyaram, o belə 75-dən kiçik bərabər olar. O zaman x-i 2-yə vuraram. X-i 2-yə vuraram. Və x-i 2-yə vuranda sonra deyir ki, x 20-dən kiçik olarmı? Xeyr. Niyə olmaz? Ona görə olmaz ki, x 20-dən nətər kiçik ola bilər? X 2-yə x 20 qoymuşam da. Burada ən azı 20 qoyaram. O da 20-dən kiçik olmaz. O zaman indi bu if bu LC-yə mən baxa bilmərəm. Bu if LC çünki bu if ödənib. Bunun altında LC yoxdur. İndi deyir ki, x ilə y topla. X ilə y toplasam, deməli, hansı ədəd alınmaz? Gəlin baxaq variantlara. Deməli, biz x-i 20-dən 50-yə qədər qoya bilərik. Əgər 20 qoysam, 20-ni 2-yə vursam 40 eləyir. Y 40 oldu. X də oldu 20, 60. Maksimumu qoyaq. X-i ən böyük qoyaq, 50 qoyaq. Y olar 100. Düzdürmü? X-i 50 qoysaq, y bərabərdir x vursun 2, 50 qoya bilərik. Rəsim müəllim o sonuncu rəqəm daxil. özünü ala bilir. Şərtə baxın, deyir ki, x böyük bərabərdir 20, kiçik bərabərdir. Hə, bərabər. Bəli, qoya bilərik. Y onda 100 olar. Y 100 olarsa, axırda mən gəlib x ilə y toplayacam axı. X da 50 olar da. Onda maksimum bu 150 olar da. Yəni 153-ü heç vaxt ala bilməz burada. 153 ola bilər. Ən böyüyünü qoysam belə 150 olur. Yəni 153 orada alınmır. Müəllim, belə şərtdən də görünür də maksimum 150-dirsə 150 çala bilməz heç. Yox, maksimum y 150-dir. Biz burada x-i 2-yə vurduq verdik. Yəni cavab burada 153 ala bilməz. Hə,
X 256. Y bərabərdir 256 üstü 2'də 1. Yəni kök altında Kökü. 16. 256 aldıq burada 16 kvadrat. 16. 16,0 aldıq. Aha. Bunun kvadratı Bir da 4. y bərabərdir int y-ə. Deyən görün. Y bərabərdir int y nə deməkdir? Hə, düzdür Bəli, də. bərabərdir. Hə, Int düzdür də. flotu bərabər. 16 bərabərdirmi 16? 16,0 deyir bərabərdirmi 16-ya? Bərabərdir. Şərt ödənir. O zaman bir dəqiqə baxaq. Y kök altında y. Yəni kök altında 16-dan çıxar 4. Bəli. 4. X-i y-ə böləndə 0 alınarmı? X-im nədir mənim? X-im 256-dır. 256-nı 4-ə böləndə qalıqda 0 alınar. 256 4-ə tam bölünür. O Hı. zaman y-in kvadratını hesabla. Y 4-üdür axı. Onun da kvadratı oldu 16. 16 ödəndiyi artıq deməli içəridəyəm mənə e, bunlar üçün ehtiyac yoxdur. Bunlara baxmırıq. Sərbəst həddə bir dənə baxırıq. X-in üstünə y gəlirəm. X-im nə olmuşdu mənim? 256 idi, düzdür? 256, y-im də 16,0. 256-nın da üstünə 16 gələ nə eləyər? 170, 270. 272,0 eləyər. O da B variantı. N-ə mənfi 34 qoyduq. N oldu. ABC mütləq 34 oldu. Müsbət oldu mütləq qiymətə görə. N faiz 3 sıfırdan fərqlidirmi? 34-ü 3-ə böləndə qalıq nə qalar? Ən az Yakın farklı vardı. təbii ki, fərqlidir. Ödəndi. Fərqli. Ordusa heç o birisinə baxmıram. Düşdüm ikinci ifə. 34 böyükdürmü ondan? Çünki burada 34-ün qarşısında MBC yazmadığımıza görə bu müsbətdir. Hə, ödəyir. Bu da getdi. Onda sıfırı çap elə elədim. 34 böyükdür, bərabərdirmi 100-dən? Yox. Ən təsəccüb o birisi tərəfə baxmıram. Düşürəm LC-yə. Neyini deyir? 2 çap elə. Oldu 2. 0-2. 0, 2, 6, 6. End olmadığına görə baxın mənim 6, 6 olmalıdır. Deyir ki, Python dilinə verilmiş proqram aşağıdakı dəyişənlər cütünün A5 şəklinə daxil edilməsi 10 dəfə icra edilərsə, hər sözü neçə dəfə çap olunar? Hər sözün çap olunması üçün deməli, ya A10-la böyük olmalıdır, ya B14-dən böyük olmalıdır, ya da ikisi də böyük olmalıdır. Deməli, bir dəfə A-nın yerinə 10, B-nin yerinə 10 qoyacağım. Burada ödənmir də. Niyə? 10 ondan böyük deyil. 10 Yəni şərti ödədikcə baxa bilirsən. bəli, burada olmadı. Burada da olmayacaq. Üçüncü de var. Burada da olmayacaq. Çünki A-nın yerinə 10 qoydum. 10 ondan böyük deyil. O 14 də 14-dən böyük. 4-cü də var, 5-ci də var. Burada ödədi. Burada ödədi. Çünki 5 ondan böyük olmasa da 15 14-dən böyükdür. Or olduğuna görə biri bəsdir. Burada ödəmədi. Burada ödədi. Mənfi 2 ondan böyük olmasa da 17 ondan böyükdür. Burada hər ikisi ödəyir. 17 də ondan böyükdür. 15 də böyükdür. Burada da ödədi. Burada da ödədi. Neçə ödədi? 1, 2, 3, 4, 5, 6 dəfə. Cavab oldu 6. 45. Deməli biz burada nə edirik? Birinci 44 faiz. Deməli 4-ün kvadratı neçə eləyir? 4-ün kvadratı 16. 44-ü böləcəm 16-ya. Alınan 4'ün cavab kvadratı yoxsa 4 üstü 4? 4 üstü 4 üstü 4 üstü 4 4, 64. 64'e böləcəyik. Bəli. 64-ə böləcəm. Alınan cavabı da 4-ə böləcəm. Bu da düşəcək 11. Çünki 44-ü 64-ə böləndə düşəcək elə 44-ün öz faizidir də, hə. Özü 10 da 14 256-dır. 4, 4, 256 değil mi? 256. 256-dır. Yenə də dəyişmir də. Yəni 44-ü 256-ya böləndə də yenə 44 olacaq. Hı hı. Onu da 4-ə böləndə tam hissə 11 olacaq. Kiçik böyüyə böləndə özü eləyir. Yəni 4 üstə 256. M2, N6, K9. M plus N cəmi K-dan kiçikdirmi? 8 bəli, kiçikdir. Bəli, bunların cəmi belə K-dan kiçikdir.
O zaman K yəni 9 bölünsün M minus M-ə. 6-dan M 2 çıxacam dört. 4-ə. 9-u da 4-ə böləndə tam hissə düşər 2. EC-də baxmırıq. X2, YZ, Z2. X y-dən kiçikdirmi? Hə. Bəs Z X-dan kiçikdirmi? Bəli. Bu zaman X-in üstünə gəl. Deməli, X-imiz Müəllim, Z X-dan kiçik deyil Mən 4 axı. üstə bərabərdir. 2 2-dən kiçik deyil. İfə düşmür, ES düşür. nəyə baxaq görəm mən niyə qarışdırdım. İkisi də Hə, eyni. X2-də axı. Onda düşdüm EC-yə yaş. Y-i böləcəm Z-də. 8-i böləcəm 2-yə. Eləyəcək 4. Üstünə də 2 gəlir. Üstünə gələcəm 2. Elədi 6. Bunun sərbəst həddi zadı yoxdur. Elə 6 da olacaq. A33 B5. A deməli A 33 minus 30. Düzdür? 6-nı vuracam 5-ə. A oldu 3. A 3-dür, B 5-dir. 3 5-dən kiçikdirmi? Hə. O zaman C bərabərdir 15. Vurulsun A 3. 33. Yox 3. 3. 3. Çıxılsın 5 vurulsun B plus 3. B'miz neçədir bizim? 5. 5 5. vurulsun 8. 8. Bu da bərabərdir. 15-i 3-ə vuranda 45. Ondan da 40 çıxanda qalır 5. Düzdür? Hə. 49. A5 B mənfi 5. A minus B böyükdürmü sıfırdan? 5-dən mənfi 5 çıxanda 10 eləyir 10 də eləyir. düzdür? 10 sıfırdan böyükdür. Bəli, şərt ödəndiyinə görə düşürəm ikinciyə. B-dən A çıxanda mənfi 5-dən 5 çıxanda eləyər mənfi 10. O sıfırdan böyük deyil. O zaman bu F-ə baxıram. A, B cəmi. Aydın müəllim, Bəli. orada səhv etdiniz. O 5-dən 5 çıxırıq. Ay, yox. Bağışlayın. Mənfidir. Düzdür. Yox, düz, tamam. AB cəmi kiçikdirmi sıfırdan? Xeyr. Bu bir sifə baxıram. AB cəmi böyük bərabərdirmi sıfırdan? Bəli. O zaman yenə 3-ü çap elə. 3-ü çap elə və LC-yə də baxmırıq. Bir dənə printimiz, burada print 1 də var idi. Bu şərt ödəndi də, bizdə yox ödənmədi. Yox, deməli ödənmədi. Elə B-dən aslında mənfi eləyirdi, o da Mənfi kiçik eləyir. eləyəcək, mənfi 10 eləyəcək. 2 yox. M bərabər olsun A-ya, M bərabər olsun 6-ya. B A-dan kiçikdirmi? 1 6-dan kiçikdirmi? Bəli. Yox. O zaman M bərabər olsun B-yə. Yəni M bərabər olsun 1-ə. Bəs C N-dən kiçikdirmi? C4-dür. Evet. N-dir. C 4 yox. Bəs A M-dən kiçikdirmi? A-mız neçədir bizim? A-mız 6-dır. M-miz də 6-dır. Yox. Düşdüm Yox. S-yə. Bərabərdir B deyir. Hə. B, Dedim ki, en yoxdur axı. B kiçikdirmi M-dən? 1 kiçikdir M-dən, bəli, şərt ödənir. Bəs B böyükdürmü N-dən? N-dən bu ödənmir. Deyir. O zaman gedirəm LC-yə, deyir RC olsun. R olsun C. C'miz də bizim 4 değildi. Oldu 4. İndi gəlirəm bura. Y bərabərdir M. M nə oldu? Axırıncı M 6. 6-nı 100-ə vurdum 600. Üstünə gəlsin 40. Üstə gəlsin N. N 1. 641 oldu Y-imiz. Z də bərabərdir N. N 1 idi, düzdür? 100-ə vuranda 100, üstə gəlsin R 10-a vuranda. R nədir bizdə? R 4-dür. 40 eləyir. 40. 87. M nədir? M harda? 6. 6. 7. 6. 146. 146. Bunları da toplayasaq 641 ilə 146-nı da toplasaq 7, 8, 7. 787 elədi mənə. Desən qutarırıq, hə? A 7-dir, B 3-dür. Uyğunluğu müəyyən. Bunları toplayanda olacaq 73. Yan-yana yazılacaq. 73 hardadır?
73 C-dədir. Deməli onda birinciyə getdi C. A7-dir, B3-dür. Cəmi eləyər 10. 10 hardadır? 10 2-dədir. B-dədir. İki, B. Onda 2-yə getdi B. Sonra 2 ilə üstündə toplayanda 23-dür. 23-dəki E-dədir. Onda 3-ə də getdi E. Tutardı. Yazsın. 52. Uyğunluğu müəyyən edin. Axırıncı da desən. Deməli, C Müəllim, orada o birinci ilə ikinci, üçüncü indir. Nə fərq oldu? Birində 73 nə yazır? Hə, 23 yazdı da üçüncüdə, nəmi? 7 ilə 3-ün cəmi yan-yana yazdı. Bu da 2 ilə 3 mənim. Bu 7-3 eləyir, bu da 2-3 eləyir. Biri Hə, elə sətir tiplidir, biri ədəddir. Deməli, C bərabərdir. A-nın üstünə 10 gələk. Olsun 15. D bərabərdir A. 15 üstə gəlinsin B 10. Üstə gəlinsin C. Mənim 15-in üstünə 10 gələcəksə 25. Hədə 15 üstə 10 gəldim. Yox, Harda? mənim C-də A plus 10 25 eləyir. 25. Ha, 20. 25 gəldi. Deməli, A-mız 15-dir, B-miz 10-dur, C-miz də 25-dir. Deməli, 15 50. 50. A bərabərdir. B-nin üstünə C gələk. B hardadır? 10. C nə qədər? 35. 25. 35. Elədir 35. 35. C bərabərdir. B-dən açaq. Ay dedəcək. B, 10. B hardadır? B. Gözüm görmür. 10. 10. Ondan 10. çıxacam 35-i, üstünə də gələcəm 50-ni. 60-dan 31 çıxanda 25. 25 bunun hansına uyğundur? 25 B-yə. 1-ə getdi B. 1-ə getdi B. Bunların hamısını gərək bir-bir eləyək. Ay, mənim asandır, bu qalsın burası. Onsuz da axırıncıda vaxtımız da qutardı mənlər. Bunu da Qiymət baxarsınız. yoxdur. Yoruldum mən. Sağ olun Razım müəllim. Gecəniz Allah Sağ xeyir olun Razım olsun. müəllim, sağ Allah olun. aman Allah olasınız. köməyiniz olsun. İnşallah Allah kömək. Sağ olun. Razım müəllim. 4-cü gün Allah razı olsun. davam edəlim. İşləməyə Razım müəllim. Harda işləyək? Elə Getdir az. otom testlərini PG-dən işləyim əlinə. Əlavə suallar olarsa növbəti dərsimizdə elan edərsiniz. Mən ya siz izah edin, işləyin. Edə bilmədiyinizi mən edim. Onda amma ya da istəyirsiniz ki, başdan eləməyin. Bax belə eləyəndə tutaq ki, daha çox mövzu işləyərik deyil olanda. Amma mən Razım, bu hansı kitabdandır? bu dimlə Kimin kitabıdır? Dimlə. Razım müəllim, Dim, gəl elə- dimlə işləyək də. İpəciyi niyə keçək? Dimdir müəllimə, dim. Gündüz Yox, mənim hə? yazılmış dax elə bil. Demək istirdim KDR-dir yoxsa İPG-dir. Müəllimə İPG-dir. Qara üzlü